Düzdür. Hər vaxtınız xeyir olsun. Sevimli Space kanalının sevimli tamaşaçıları. Axşamınız xeyir olsun əziz və hörmətli televiziya tamaşaçıları, əziz qonaqlarımız, hörmətli iştirakçılarımız, hörmətli münsiflərimiz. Alqışlarınızla təşəkkür edirəm sizə. Əziz, hörmətli tamaşaçılar, iştirakçılar, qonaqlar, Space televiziyası, Xoş Gün Production və baş sponsorumuz olan Meyvəli Topdan və Pərakəndə Satış Mərkəzinin birgə təqdim etdiyi bu layihədə, yəni bir söz de layihəsində sizin hamınızı xoş gördük. Azim İsayev. Elmi buşa gel sürdür, deste buşa gel sürdür, yal getirir yanlıya, esmal getirir ballıya. Elmi buşa gel sürdür, deste buşa gel sürdür, yal getirir yanlıya, esmal getirir ballıya. Çok sağ ol Vigar, çok sağ ol. Buyurun Nazım Hanım, buyurun, eşk olsun. Çok sağ olun. Teşekkür ederim Sabir müəllim, çok sağ olun. Minnətdar olsun hər birinizə. Sağ ol. Yəni vaxtımız 3 dəqiqə deyil mi? Bəli. Bir nəfər qaça-qaça gəlir mollanın yanına ki, molla qadan alım, başına dönüm, sənə ihtiyacın üçün, sən gözəl kişisən. Dedi, nə məsələdir? Deyir, mənə bir 15 manat pul ver, 15 gündə bax. Deyir, birincini verə bilməyəcəm, ikincidən nə qədər istəyirsə verərəm. Yəni, elə bir dəqiqədə bəsdir bizim hər birimizə. Əlbəttə, təbii ki, buyurun. Ey başımın tacı, əziz sevgili şahım və pənahım, işığım, nurlu sabahım, qolumun qüdrəti, qüvvətli, cəsarətli, qəyanətli, qeyrətli, mənim Azərbaycanım, Azərbaycan xalqım. Hər vaxtınız xeyir olsun. Mən hər birinizi salamlayıram. Hər birinizi, mənim burada gözəl qardaşlarım var. Mən 16 nəfərin 16'sına bağrıma basıram. Onlar doğrudan da söz sərrafıdır. Sözü yerində deyirlər. Hər bir adamın öz yeri, hər yerin öz adamı var. Mən münsiflər heyətini salamlayıram. Xoş gördük sizləri. Mənim gözəl qardaşlarım, musiqiçiləri salamlayıram. El şənliklərinin carçıları. Bizim Space kanalının bir sözdür layihəsinin təşkilatçıları salamlayıram. İlham müəllim, sizi salamlayıram. Hər birinizə can sağlam arzu edirəm. Yəni can sağlam olsa, həyatda hər şeyə nail olmaq olar. Deyir, yaxşılıqla pislik qalar dünyada. Yaxşıları görüm çatsın burada. Əl açmamaq üçün qohumaya da adama lazımdır canın sağlığı. Məclisdə bir yaxşı söz demək üçün, sözü də yerində düz demək üçün, araqdan, karyakdan süz demək üçün adama lazımdır canın sağlığı. Atanın öz yeri ataya qurban, ananın öz yeri anaya qurban, qohuma, qardaşa, bacıya qurban, adama lazımdır canın sağlığı. İstəyən dostları olmasın xəstə, xəstə olan zaman olmur həvəslə, kərəv yaradandan bir sağlıq istə, adama lazımdır canın sağlığı. Mənim əzizlərim, bugün bu gözəl şənliyimizə dəvət olan qardaşlarımız, bacılarımız, çox sayılı qonaqlar, hər birinizi salamlayıram. Bu izdivaca təşrif buyuran qonaqları deyirəm, hər birinizin ocağında gözəl toylar olsun. Bizim Azərbaycan xalqı qüdrətli xalqdır. Bizim toya gözəl münasibətimiz var. Ulu keçmişdən bəri mən hər birinizdən soruşa bilərəm, hansı bir millət 40 gün 40 gecə toy eləyib? Hansı bir millət 7 gün 7 gecə toy eləyib? 3 gün 3 gecə toy eləyib? Doğrudan da bizim xalqı buna həm maddi, həm mənəvi cəhətdə hazır olmaq lazımdır. Qoy süfrələrimiz ruzulu bərəkətli olsun. Bəyimizə, gəlinimizə nə arzu eləyək? Yerləri, göyləri yaradan Allah. Mən sən açıram özəllərimi, xoşbaxt eyləsən mənim gözəllərimi. Biz bəyimizə, gəlinimizə uzun ömür, gözəl məhəbbət, bu həyat yollarında uğurlu addımlar arzu edirik. Qoy Tanrı bəyimizə, gəlinimizə yar olsun. Xoşbaxt olun mənim əzizlərim. Yaxşı olmaq üçün yaxşılıq eləməlisən. Xoşbaxt olmaq üçün xeyrxahlığı əldən verməli deyilsən. Bəli, gözəl olmaq üçün gözəl sözlər deməlisən. Bəli, bizim məclisimizdə elə gözəl sözlər vəzir, eşq olsun. Söz bilən, qədir bilən insanlara can sağlığı arzu edirəm. Söz var el içində, söz var ev içində, söz var hərəkət gətirir, Sabir müəllim. Söz var bərəkət gətirir. Ay sağ ol, müraciətinizi eləyin. Müraciətim, bilənlər bilir, bu SMS yarışıdır, bilənlər bilir. Yəni, bilməyənlərə də mən nə müraciət edirəm. Yenə deyirəm ki, bir gün belə böyütəbər bir məclisə molla dəvət olur və ona söz verirlər, yüksək tribunadan çıxış edilir. Ay cəmaat, bilirsiniz nə var? Cəmaat deyir, yox, bilmirik. Deyir, daha bilmirsiniz, mən nə deyim? İkinci gün gəlir, yenə müraciət edəcəm. Ay cəmaat, bilirsiniz nə var? Deyir, ha, bilirik. Deyir, bilirsiniz, mən nə deyim? Üçüncü gün gəlir,
İndi cəmaatın yarısı deyir, bilirsiniz nə var? Deyir, cəmaatın yarısı bilirik, yarısı deyir, bilmirik. Deyir, o bilənlər bilməyənlər örgəsin. Bəli, bu günlərim SMS yarışıdır. Mən hər birinizə can sağlarınızı edirəm. Bizə kim SMS göndərir? Bugün SBS kanalının televizor qarşısında əyləşən hər bir kəsə yenə deyirəm can. Sağ ol. Sağ ol. Teşekkür. Axşamınız xeyir, əziz dostlar. Xoş gördük. Münsiflər heyəti sizləri salamlayıram. Bir sözdür layihəsinin işığına, ateşinə, oduna, alovuna, qızınan hər bir kəsi salamlayıram. Və hər bir kəsə ilk növbədə gözəl can sağlığı, xoşbəxtlik, səadət arz edirəm. Bəli, vətən haqqında çox söz demək olar. Vətənə xidmət hər bir kəsin, hər bir vətəndaşın borcudur. Amerika prezidentlərindən biri John Kennedy deyir ki, sən soruşma ki, vətən sənə nə edib? Səndən soruşurlar ki, sən vətənə nə etmirsən? Biz odlar diyarı olan Azərbaycan vətəndaşıyıq. Azərbaycan qabaqçıl dövlətlər sırasında gedən bir gözəl adət ənənəsi ilə, qonaqpərvərliyi ilə, haradasa bizi bəzən o müharibəyə sürükləyən mənfur insanlar var. Yəni onların da payını biz inşallah verməliyik. Çünki biz qüdrətli xalqıq. Dünya müsəlmanların mütəfəkkiri Həzrət Əlinin bir gözəl kəlamı var. O gözəl insanın bir gözəl kəlamı var. Deyir, hər şey sülhlə həll olunsaydı, qılınc qınından çıxmazdı. Mən hansı dağın qoynunda olsam, damağım bu qədər çağ ola bilməz. Qar hansı zirvənin başına yaxsa, Murovun başı tək ağ ola bilməz. Gönçəli ləçəkli dağlar görmüşəm, gözəlli göyçəkli dağlar görmüşəm, o qədər çiçəkli dağlar görmüşəm, bizim dağlar kimi dağ ola bilməz. Bağrıma basmışam çölü, çəməni, belə qucaqlayar sevən sevəni, bir vətən eşqidir yandıran məni, vətənsiz insan da sağ ola bilməz. Eşq olsun mənim Azərbaycan xalqıma, var olun. Hər birinizə bir daha təşəkkür ederim. Hər bir insan öz işi ilə, əməli ilə, öz vəzifəsi ilə bu vətənə xidmət eləməlidir. Hər birinizə uğurlar arzu edirəm. Sabir müəllim, vaxt tamam oldu yəqin ki, çünki mən vaxtdan çox səmərəli istifadə edirəm. Yəni 3 dəqiqə mənim üçün bəs edir, kifayət edir. Və əlbəttə ki, müraciətlərimiz var. Müraciətlərimiz, yəni bu bilavasitə SMS oyunudur. Ona görə mən istərdim ki, mənim qardaşım Aydın müəllim Ağsaqqalım başda olmaqla bütün qardaşlarıma çox sağ ol deyirəm, mənə dəstək olanların hər birinə. Mənim gözəl dostlarım var, mənim gözəl qardaşlarıma hamısını salamlayıram. Və mən Mingəçevir şəhərini təmsil edirəm. Mingəçevirin işığı düşən ocaqlardan mən SMS gözləyirəm. Və Mingəçeviri özünə qaytaran, Mingəçevirləri özünə qaytaran çox dəyərli Mübariz müəllimlə mən səs gözləyirəm. Yəni Mingəçevir bu saat, mən deyərəm sözün əsl mənasında möcüzələr şəhəridir. Hər birinizi dəvət edirəm o gözəl şəhərə. Mənim gözəl dostlarım Yevlax şəhərində, Aran qəsəbəsində Şakir müəllimi salamlayıram. Şakir müəllimin özünü də toyun eləmişəm, bu yaxında oğlunu da toyun eləmişəm. 2 kuruq fırlanmışam Azərbaycanı. Mən İlyas müəllimin 50 yaşı tamam oldu, onu salamlayıram. Minnət müəllimi salamlayıram, Adil müəllimi salamlayıram. Hər birinizə xoşbəxt günlər arzu edirəm. Hörmətli Vidadi müəllimi salamlayıram. Turar Şadlıq evinin kollektivi Baloğlan qardaşımı salamlayıram. Mürsəl qardaşımı salamlayıram. Təhlükəsiz xidmətinin rəisi Babək müəllimi salamlayıram. Ondan SMS gözləyirəm. Böyük məmnuniyyətlə. Mən bugün Göyçaydan mənim gözəl dostlarım Nazir qardaşımın, Mustafa babamın ocağından gələn gözəl insanlardan salam gözləyirəm. Oğuz elindən, Oktay əmimdən SMS gözləyirəm. Və bir daha deyirəm, Mingəçevir şəhərinin nurundan, işığından bəhrələnən hər bir kəsdən SMS gözləyirəm. Sabir müəllimdən SMS gözləyirəm. Mütləq məndə. Zəhmət olmasa mikrofon ora. Çox sağ olun. Nazim müəllim, çox sağ ol, təşəkkür edirəm. Axşamınız xeyir olsun əziz qonaqlar. Hörmətli Space kanalının bir sözdə layihəsinin dinləyiciləri. Bəli, çox gözəl əlamətlər bir günə təsadüf olunub bugün. Mən bütün bəşəriyyətdə olan bütün qadınları salamlayıram, onları təbrik edirəm. Azərbaycan analarını salamlayıram. Bugün həsrətlə bu kanalı izləyən
mən həyat yoldaşımı, mənim bacılarımı, gəlinlərimizi və qızlarımı salamlayıram və dünyalar qədər sevdiyim Fidan nəvəmi, Tumu nəvəmi təbrik edirəm. Deyirəm, hər birinizə can sağlığı, səadət, xoşbəxtlik, əmin-amanlıq olsun. Qoy analarımız oğul toyu görsünlər, qızlarını gəlin keçirsinlər. Elə ki, dünyaya gəlir balalar, o gündən hey ölçür biçir analar. Mahnılar da qoşur, şeir də yazır, bəstəkar analar, şair analar. Bəli, bugün analarım sevincindədir. Qəhrəmanlar yetirən analarımız qarşısında baş əyirəm. Bir ərəbdən soruşurlar ki, ananın zəhmətindən çıxmaq olar? Deyir, bəli olar. Deyir, necə çıxa bilərsən ananın zəhmətindən? Deyir, əgər ovucun içində, ocağın üstündə bir yumurtanı pişirə bilsən, ananın zəhmətindən çıxa bilərsən. Deməli, bu qeyri-mümkündür. Və mən bir daha baş əyirəm analarımızın qarşısında, analara can, sağlıq, xoşbəxtlik, səadət arz edirəm. Bir kişi evə gec gəlir, Çingiz müəllim. Arvad deyir, niyə evə gec gəlirsən? Deyir, evin axsaqqalı mənəm da, istəyərəm tez gələrəm, istəyərəm gec gələrəm. Deyir, elə söhbət yoxdur. Bugündən evin ağası mənəm. Mən nə desəm olmalıdır. Ay arvad, etmə, eləmə. Görəm, yəni axsaqqallıq ideyası keçir ürəyindən. Gəl etmə, qonşu yanında bizi xəzil eləmə, deyir, elə söhbət yoxdur. Bugündən evin ağası mənəm. Deyir, etiraz eləmirəm. Onun bir şərtim var. Deyir, şərtin nədir? Deyir, gəzlər ataq. Kimin xanəsi böyüksə, böyük xanə olsa, yəni evin axsaqqalı olsun. Razılaşırlar, məsələni razılaşırlar. Deyir, amma növbəti mübahisə yaranmamaq üçün, bir hakim çağıraq. Qonudan, qonşudan bir nəfər bizə hakimlik eləsin. Deyir, neyirsən, 11-ci sinifdə oxuyan oğlumuz var. Elə onu çağırıq, o hakimlik eləsin. Hə, ana götürür, zəriyə Allah atır. Qardaş, nə atsa yaxşıdır? Şeş qoşa. Da şeş qoşadan yuxarı yoxdur, sem qoşa yoxdur da. İndi növbə keçir qardaşımı. Qardaş götürür, barmağın arasında zəri cütlüyür. İstəyir bu da nəsə bir şey eləsin də. Adətən qadınlar nerede oynamırlar? Kişiler oynayırlar. Kardeşim götürür zəhər atır. Ya Allah! Kardeş nə atsa yaxşıdır. Düttülü. Ama yekün sözü hakim verməlidir. Uşaq deyir ki, ay ana, arvadın şeşkoşasındansa kişinin dubarəsi yaxşıdır. Yani kişilərə qanat verən də qadınlardır. Allah hamınızın canı sağ eləsin, sağ olun müəllim. Müraciətlərimizi eləyək. Böyük məmnuniyyətlə, çox sağ olun bizi dinləyən bütün qonaqları. Mən böyük məmnuniyyətlə bütün Mingəçevirləri, yəni mən Mingəçeviri təmsil eləyirəm. Bütün Mingəçevirləri salamlayıram, onlardan dəstək gözləyirəm. Eldar həkimdən, qardaşım Eldar həkimdən, Nadir qardaşımdan dəstək gözləyirəm. Bugün bu yəni Yevlax rayon Aran qəsəbəsindən mənim gözəl qardaşım, hörməti Telman müəllimdən dəstək gözləyirəm. Allah onların hər birinin canını sağ eləsin. Aytən Şadlıq Evinin kollektivi Nalə xanım başda olmaqla, Dostluq Şadlıq Evinin kollektivi Oruz qardaşım başda olmaqla, hörməti İlhami qardaşımdan, Şəki rayonunun Bolludərə kəndindən gələn bizim gözəl qardaşım ağalardan, Mirzədən, Pərvəldən, Fəxrəddindən, Şakirdən dəstək gözləyirəm. Qayabaş kəndindən Cəfər qardaşımdan. Çox sağ olun. Qalanı sonra deyərik. Sonra deyərsiniz. Sağ ol. Təşəkkür ederim Nazim müəllim. Nazim İsayev ibrətamiz məsələlər çəkdi, gözəl misallar çəkdi. Mənim xoşuma gəldi. Yəni